Həyatımızda daxil olan hər bir insan tamamilə təsadüfi deyil. Allah Təala bizə dərslər vermək, xarakterimizi mühkəmləndirmək və həqiqəti görməyə gücümüzü artırmaq üçün müxtəlif insanları yolumuza çıxarır. Bu insanlardan bəziləri bizə doğrulmuş məsafə təhsilini vermək üçün gəlir, bəziləri isə həyatımızı böyütmək üçün. Təəssüf ki, qarşıladığımız insanların çoxu əsl niyyətlərini camalı gizlədir. Cazibədar sözlər, xoş gülümsələr və mehriban davranışlar hamısı sadəcə bir maska. Onlar sizə o qədər yaxın görünür ki, siz onlara güvənirsiniz, ürəyinizi açırsınız, əlinizi uzadırsınız. Onlar onu istədikləri əldə edənə qədər bu komediya davam edir. Ancaq əsl imtahan o anda başlayır ki, onlar istədiklərini əldə edə bilməyəndə bir anda maska yerə düşür. Qarşınızda artıq o mehriban və ağır insan yox, daxilində nifrət, həsad və manipulyasiya gizlənən bir şəxsiyyət durur. İstəkləri yerinə yetirilməyəndə, siz onların oyuna gəlməyəndə əsl üzləri açılır və siz həqiqətlə üz-üzə gəlirsiniz. Allah bizə müdrik verir ki, bu insanları vaxtında tanıyaq. Təcrübə ilə biz artıq ilk dəqiqələrdə, ilk baxışda, ilk sözlərdə qarşımızdakının mahiyyəti durur, ehtirası ilə hiss edirik. Bu altıncı hiss, bu daxilli səs sizi xəbərdar edir. Bu insan fərqlidir, ehtiyatlı ol. Ağıllı insanlar bunu dərhal hiss edir və qəti adım atır. Onlar bu insanları həyatından uzaqlaşdırır. Çünki onlar bilir ki, öz ruhu, öz sakinliyi, öz mənəvi enerjisi hər şeydən daha qiymətlidir. Bu insanlar daxilində nə daşıyırsa, onu sizə də ötürür. Onların nifrəti, paxıllığı və mənfiyyətli niyyətləri sizin ruhunuza sızır. Siz nə qədər yaxşılıq və dəstək etsəniz də, onlar heç vaxt sizin xoşbəxtliyinizi və müvəffəqiyyətinizi buyurur. Pis insanlar üçün, yaxşı insanlar isə yaxşı insanlar üçündür. Bu müqəddəs ayə bizə göstərir ki, kimlərlə olduğumuz, kimə ürəyimizi açdığımız və kimin enerjisi qəbul etdiyimiz təqdirçilərmiş tələyimizi müəyyənləşdirir. Yad etməyin, hər kəsi xilas etmək sizin şəxsi borcunuz deyil. Xeyr, demək sağlam sərhədlər qoymaq və zərərli insanlardan məsafə almaq heç də gücsüzlük deyil. Bu ən böyük müdürlük və güc əlamətidir. Allah Təala bizə ağıl verir ki, özünüzü qoruyarsınız. Siz heç kəsə pislik etməməlisiniz, amma özünüzü də qurban etməməlisiniz. Bu ikiliyin balansını tapmaq həyatın məktəbidir. Həyat sizə göstərir ki, insanların çoxu yalnız özlərini düşünür və öz xeyirləri üçün fəaliyyət göstərir. Lakin hər bir belə ağıllı təcrübə sizi daha güclü, daha müdürlük və daha mübaşir edir. Siz artıq sadəcə baxışdan bir, cümlədən, hərəkətdən həqiqəti görürsünüz. Həyat sənə bu insanları qəsdən yollar, hər aldatmada həqiqəti tanı, hər ağrıda güc tapmağı öyrən. Sənin beyin yenidən proqramlaşır, emosional zekalın artır. Sən artıq bilir, səs dinləmə, sərhəd qoy, özünə inanan ol. Hər səhv səni bir pillə basmaya yüksəltir, sənə daha rezilient, daha autentik, daha həqiqət edir. جانم